Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilir. Xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görünən kompleks tədbirlər nəticəsində Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb. 2012-ci il iyulun 4-də xarici ölkədə Rusiya-Azərbaycan Təşkilatları İttifaqı adı altında qeydiyyatdan keçirilən və milyarderlər İttifaqı adlandırılan təşkilatın həmtəsirçiləri və rəhbərləri olan Abbas Abbasov və Rüstəm İbrahimbəyov, eləcə də Ramiz Mehdiyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı, Qənimət Saidov və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər. Onlar 2013-cü ildə Azərbaycan Respublikası prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən Demokratik Qüvvələrin Milli Şurası adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi ixtişaşların törədilməsi, həmçinin bu məqsədlə Respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü Məhəmməd İbrahim və digərləri vasitəsilə qəbul etdikləri 933.828 manat məbləğində pul vəsaitini qeyd olunan əməllərin törədilməsinə yönəldiblər. Qeyd olunan ittihama əsasən Qənimət Saidov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş. Qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına tam üzv olacağı barədə razılaşıblar. Bundan əlavə Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilən 17 milyon manatdan artıq pul vəsaitini legallaşdırıb. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.